Bugün mən sizə süd vəzi kiçiltmə əməliyyatı, mastopeksiya əməliyyatı haqqında məlumat vermək istərdim. Günümüzdə ən çox müraciətlər olan bir əməliyyatlardan bir əməliyyatdır. Hansı pasientlarda bu əməliyyatı icra edirik və hansı yaş kateqoriyasında pasient əməliyyatı icra edirik, bu haqda məlumat vermək istərdim. Süd vəzi kiçiltmə əməliyyatı, mastopeksiya əməliyyatı əgər əvvəl müəyyən bir, məsəl üçün 40-50 yaş üzərində pasientlara bu əməliyyat göstəriş idisə, indiki zamanda gənc xanımlarda bizə bu əməliyyat üçün müraciət edə bilirlər. Ailə qurmamış bir xanımlar belə bu əməliyyata müraciət edə bilirlər. Bu nə zaman baş verir? Pasientin bədənində müəyyən bir hormonal bir pozğunluq olduqda, irsi faktorunda çox böyük rol var. Məsəl üçün, irsi faktorda anasında, xalasında əgər belə bir problem olursa, təbii ki, həmin gənc xanımda da süd vəzi çox böyük ölçüdə və hipertrofiyaya uğramış bir süd vəzi olur. Süd vəzi kiçiltmə əməliyyatı, dediyim kimi,